Bakıda 21 yaşlı qadın doğuş zamanı vəfat edib. Doğru xəbər Azərbaycan bildirir ki, hadisə dekabr ayının 3-ü saat 11 radələrində Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən xəstəxanada qeydə alınıb. Belə ki, Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanovanın ölümünə səbəb doğuş zamanı halının pisləşməsi olub. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Beyləqanın Əli Nəzərli kəndində isə 1 yaşlı uşaq ölüb. Belə ki, kənd sakini 2024-cü il təvəllüdlü Uğur Nicatoğlu Allahverdiyevin səhhəti pisləşib. Ailəsi az yaşlını xəstəxanaya apararkən o yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Təbibdən bildirilib ki, ötən gün saat 23 radələrində Beyləqan rayonunda 2024-cü il təvəllüdlü az yaşlı Beyləqan rayon mərkəzi xəstəxanasına valideynləri tərəfindən ölü vəziyyətdə çatdırılıb.